Kanal Leon. Allah'ın salamı olsun. Benim əziz və mehriban qardaş və bacılarıma xoş gördük mənim əzizlərim. Mənim əzizlərim, mənimlə qalmaq istəyənlər, bir fincan çay, qəhvə, su şirə, gönlünüz istərsə, süzün və mənimlə qalın. Mənimlə qalmaq istəməyənlər, sizə isə sadəcə kanalı çevirməyi tövsiyə edərdim. Bir də həmişə qeyd etdiyim kimi mənim əzizlərim, mənim fikirlərim sizin fikirlərinizlə üst-üstə düşməyə bilər. Bu belə də olmalıdır mənim çəpişlərim, qızlarım, dovşanlarım, mənim şirin şəkərlərim, yaxşı mənim çöpuşlarım. Bəs mənim dostum hardadır? Mənim dostumu görən olmayıb ki, mən buradayım, burada. Xoş gördük, mənim əziz və mehriban dostum, xoş gördük. Gecikməmişəm ki, yox, elə vaxtında gəlmişsən. Mənim əziz dostum, sənə deyəcəklərim var, eşidirəm səni. Bilirsən dostum, bayrama da yeni ilə az qalıb. Nə olardı ki, bu bayram seyran günlərində silah sursatların səsi kəsilərdi. İnsanlar şad, hürrəm bayramlarını edərdilər. Nə olardı ki, bu belə olardı? Dostum, bilirsən, bugün Allah'ı tanımırlar. Çox nankörlük edirlər. Allah'a karşı hainlik, xəbislik. Mənim Allah'ım bütün dünyanı canlı yaradıb. Bütün dünya canlıdır. Daşda, torpaqda, dənizdə, səma, dəniz, torpaq. Hər biri nəfəs alır. Bax, baş verən dostum, istər zəlzələlər, vulkanlar, qasırğalar, fırtınalar, Allah'ın yarattığı bütün təbii fəlakətlər, hər biri təbiətin oyanmasıdır, nəfəs almasıdır. Amma Allah Teala hərdən insanlara rəhm edir. Özü yarattığı canlı təbiətin nəfəs almağına dayandırır. İnsanlar fəlakətlərə uğramasınlar, faciələrlə üzləşməsinlər. Çünki Allah Teala düşünür ki, mənim etdiyim fəlakətlər insanlara zərbə olar. Amma bugün insanların özləri Allah'ı tanımırlar. Allah'ın onlara rəhmi gəldiyi halda özləri fırtınalar, qasırğalar, zəlzələlər yaradırlar. Və buna Allah Teala qəzəblənir. Bir tərəfdən bəndələrin fəlakətləri, bir tərəfdən buna cavab olaraq Allah'ın qəzəbi və Allah'ın təbii fəlakətləri. Bəs daha sonra nə baş verir? Sel sular məcrasından çıxır. Dəniz fırtınaları, qasırğalar. Bəli, sanki insanlar şeytana dönüblər. Uçaqları, qatarları, gəmiləri, hər birini nişan alırlar. Bunlar müharibədənmi baş verir?
müharibə zəminində mi olur? Yox. Paxıllıq və şeytanlıq. Müharibə gedən bölgədə müharibə gedir. Ətrafa da sıçrayışlar olur. Amma bugün bir məmləkətin bir məmləkətdən xoşu gəlmirsə, əlbəttə ki, o bunları törədir. Bax hələ indicə qatar yanır. Kim yandırır bu qatarı? İki təyyarə havada toqquşur. Məhər əvvəllər belə olurdu mu? Bu da gəmi də batdı. Və sonra bunlara məyər Allah Teala mı edir? Əlbəttə ki, yox. Bunları Allah Teala'nın yarattığı bani adəmlər edir. Hansı ki Allah Teala'nı tanımır. Şeytanın qulları. Mən əzəldən demişdim ki, iblis siyasəti gedir. Ehtiyatlı olan. Hər məmləkət özünü qorumalıdır. Necə deyərlər, əvvəl evin içi, sonra bayır. Türkiye yadıma düşdü. Baxın, Türkiye'nin daxili. Mən hər zaman aklıma hansı dövlət gəlirsə, o dövləti qeyd edirəm. Allah eşqinə danışıram mənim əzizlərəm. Bilmirəm, düzmü deyirəm, yaxud səhvmi? Tom Barak. Səfirdir mən bildiyimə görə. Bilmirəm dostum, bəlkə adını səhv dedim. Amma səfirlik səlahiyyətinə düşən işlərdən böyük danışır. Sanki deməzdim ki, Türkiye'nin dövlət başçısıdır. Amma sanki baş nazir kimi özünü aparır. Bu belə olmamalıdır axı. Elə bu səbəbdən də Türkiye'də vəziyyət tərsə tikilən cib kimidir. Bugün ümumiyyətlə dünyada vəziyyət tərsə tikilən cib kimidir. Ne olardı ki, sülh, əmin-amanlıq, firavanlıq olardı bu dünyada. Ne olardı ki, insanlar Allah'ı tanıyardılar. Allah'ı tanımak o değil ki, herkes öz dini kitabını eline tutarak din müharibəsi aparsan. Senin dinin ister Müslüman, ister Yahudi, Hristiyan, fərqi yoxdur. Kim Allah'ı tanıyır? Adi, bütpərəst belə Allah'ını tanıyır. Yarattığı figurlar, bütlər, oyuncaqlar, kuklalar, hər biri özü üçün haradasa bir Allah yaradır və ona sitayiş edir. Amma bir başqa məmləkətə getdikdə öz dinini, imanını hər bir, yəni ki, milliyyətindən asılı olmayaraq öz qəlbində aparmalıdır. İstər Hindusu, istər Türkü, istər Rusu, Yahudisi, Ermənisi, fərqi yoxdur. Din təbliğ olunmaq üçün deyil. Din insaniyyət üçündür. Bu kitap ne üçündür? Sənə dərs vermək üçün, səni insanoğlu kimi bu dünyada tərbiyə etmək və pak yaşamak üçündür.
Bəli. Rusiyada baş verənlər daxilində, hər bir məmləkətin daxilində xainlər var. Fərqi yoxdur. Böyük dövlət, kiçik dövlət. İstər bir dövlətdə adi, heç başqa bir xalqların nümayəndələri olmasa belə, istər icma, etnik qruplar, qaraçılar, filan bəhmən, fərqi yoxdur. Bu məmləkətdə xeyir və şər olacaq. Bəli. Necə ki meşədə canavar da var, çaqqal da. Hə dostum, nə deyim? Mənim əziz dostum. İstəməzdim bu günləri baş verənlərdən, müharibələrdən danışım. İstəmirəm. Və mənim istəməyimdən də asılı deyil. Yəni ki, Allah eşqinə yol verilməzdir bu barədə danışmaq. Sadəcə susuram. Baxın da ətrafa, dünyada baş verənlərə. Ən əsas da xəritəyə diqqət edin. Xəritəyə, dünya xəritəsinə. Dənizlərə, şəhərlərə, qayalara, dağlara, hər yerə diqqət edin. Sanki dünya həndəsə kitabına bənzəyir. Hər bir tərəf demirəm kvadrat kilometrlərlə, hətta balaca santimetrlərlə belə qum dənəciyinə kimi ölçülüb. Baxın, mən danışmıram. Sadəcə bugün olanları gözdən nəzərdən keçirin. Mən istəmirəm danışam. Qarşıda bayramdır. Və bugün danışmağımın da yeri deyil. Allah eşqinə, mənim əziz dostum, mənim əziz dostum, ilin axırıdır. Yeni ilə isə sayılı günlər qalıb. Amma hər ilin axırında olduğu kimi yenə də eyni sözlər eşidirəm. Sözlər deyirəm, dostum, fikir və düşüncə demirəm. Adi, yalan planlar. Hər ilin axırında olan, keçirilən, istər konferanslar, iclaslar, müxtəlif yığıncaqlar, briefinglər, hər vəclə toplanan bəndələr, iş adamları, onların çıxışları, bəyanatları, mesajları, eyni söz yığını, belə deyək. Nə eşidirəm, hər ilin sonunda olduğu kimi, biz bu işi görəcəyik, biz bu işi sonlandıracağıq, biz bu işi quracağıq, biz bu işi bitirəcəyik. Dostum, və sair və ilaxır. Demək, işlər yarı-yarımçıqdır. Tamamlanmayan işlər yeni ilə ötürülür. Və yenə də köhnə amam köhnə taz.
əməlli başlı bunlara, bu insanlara Donald Trump'ın dəstəyi lazımdır. Siz deyin ki, biz bu işi quracağıq. Donald Trump da desin ki, mən sizi dəstəkləyirəm. Bu biabırçılıqdır ki, bu il işi bitirməyiblər və bu işi yarı-yarımçıq qoyub yeni ilə keçid edirlər. Milli Məclis və deputatlar, əziz deputatlar, siz axı Milli Məclisin gündəliyinə vacib olan hansısa bir məsələləri də gətirirsiniz və yaxud da ki, hansısa bir misalları, belə deyək, misal və məsələləri riyazi üsulla deyək. Bəli. Və bu Milli Məclisin gündəliyinə gətirdiyiniz misal və məsələlərin həllini görmədikdə, nədən ilin sonunda siz bu məsələni yenidən ərsəyə gətirirsiniz? Sanki yeni bir misal və məsələni gündəliyə gətirdiniz. Nədən düzü həqiqətləri gətirmirsiniz ki, axı bu ilin başlanğıcında, yaxud da ki, ortasında hər hansı bir məsələni gündəliyə gətirdiniz və bu işi görmədilər. Siz görülməyən işlərdən danışan və bunu yuxarıda dövlətin başında oturanlar bilsinlər, xəbərdar olsunlar. Və bu zaman bu işləri kim görməyib? Bax, onları siz gündəliyə gətirirsiniz. Və hesablama palatası da başlayır onların hesabına. Bu gördüyünüz misal və məsələlərdən misallar quraraq hesablayır və onların kitabını bağlayır. Nədən belə olmasın? Axı, Milli Məclis nədən ötürüdür? Deputatlar həqiqəti ortalığa qoymalıdır. Siz məsələni gətirdiniz, gündəliyə çıxardınız. Amma görülmədi. Və ilin sonunda görülməyən işi yenidən ərsəyə gətirirsiniz. Mən bunları sadalamaq istəmirəm. Hər şey göz qabağındadır. Adi bir, balaca bir məsələni deyim. Ailə və uşaq müstəvisində olan məsələlər. Axı, nə qədər qurum təşkilatlar var. Bir misal və məsələ kifayətdir. Görülməyən işlər nə qədərdir? Siz Milli Məclisin gündəliyinə nə qədər məsələlər gətirmişsiniz? Və onlar tamamlanmayıb, tamamlanmayan işlərdən danışan. Mən bugün sevinirəm. Sevinirəm ki, bugün Milli Məclisin müstəvisində dövlət başçısının əfv fərmanı gündəliyə gəldi və həmən tamamlandı. Bu ən böyük sevincdir. Bütün bəndələrə, tək həbsdən qurtulan yox, onların yaxınları, əzizləri, tüm dövlətə verilən sevincdir. Bir insanın azadlığı ondan böyük hansı hədiyyə ola bilər bəndəyə? Nə olsun ki, sənin əzizin deyil, yaxının deyil, doğman deyil. Amma bu bir bəndənin azadlığıdır. Bu hər kəs üçün bayramdır. Mən nə qədər sevinirəm. Bax, belə də bütün işlər olmalıdır.
Bəli, deputat nədən ötürüdür? Görülən işləri gündəliyə gətirməmək üçün yox. Görülən işləri gündəliyə gətirməmək. Yaxud görülməyən işləri gündəliyə gətirməmək. Bu nə deməkdir? Görülən işləri gündəliyə gətirmək və görülməyən işləri gündəliyə gətirmək deməkdir. Yəni, görüldü işlər, onu da gündəmə gətirməlisən ki, bu məsələ həllini tapdı. Aydındırmı? Mən nə demək istəyirəm? Görülən işləri gündəliyə gətirməmək və görülməyən işləri gündəliyə gətirməmək. Demək, hər işi gündəliyə gətirmək lazımdır. Bəli, baxı belədir. Deputat balaca adam deyil. Deputat dövlətin vəkili deməkdir. Bir məsələni gündəlimə gətirirsən. Məsələ həllini tapmırsa, yenidən gündəmə gətir. Və tüm məmləkət xəbərdar olsun. İlin axırıdır. Və bax belə bəyanatlar, çıxışlar və Milli Məclis də susur. Nədən susursan? Görülməyən işləri gündəmə gətir. Nəyi tövsiyə etmişdin? Nəyi gündəliyə gətirmişdin? Görülməyi baxı, gətir yenidən gündəliyə. Bunu kimlər edib? Onları ifşa et. Adlarını çək. Bəlkə dövlət tərəfindən bu quruma, təşkilata, ya nazirliyə, hər hansı bir, yəni ki, adla bir idarə, müəssisə də ola bilər, zavod, fabrika da ola bilər. İşi görməyib. Hər hansı bir maddiyyat sərf olunub. Yoxdur da ki, dövlət tərəfindən bütçə ayrılıb və yenilik yoxdur. Bax, bu gündəmə gəlməlidir axı. Nədən yarı-yarımçıq qalmalıdır? Bu ilin işini yeni ilə qoymaq olmaz. Yeni il yenidən başlamalısınız işə. Yeniliklərlə. Məyər yenilik sözünün mənasını bilmirsinizmi? Yeni. Təzə. Bəli. Təzə il və təzə iş. Çevriliş. Yenilik edirsiniz. Hesablama palatası. Sənin hesaba gətirdiyin məsələlər çoxdur. Bu işlər bəzi qurum təşkilatlara, nazirliklərə şamil deyil. Məsələn, sərhəd və təhlükəsizlik xidməti rəhbərlikləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və hüquq müstəvisində olan bütün qurum və təşkilatlar. Onlar briefing keçirməsələr belə hər gün gündəmdədirlər.
onların işleri göz qabağındadır. Ve insanlara, bəndələrə verdikləri tövsiyələr, bəli, baxı belədir. Mən iş görməyən nazirliklərin adlarını çəkmək istəmirəm. Hər gün, il boyu bəyanatlarla çıxış edirlər. Amma gördükləri iş yoxdur. Ancaq boş-boş, çiğ sözlər. Bəli, baxı belədir. İstər bağça olsun, istər zavod. Hər birinin gördüyü iş gündəmə gəlməlidir. Nə etmirsən bağçada, nə yenilik? Məktəbdə, ali məktəbdə, zavodda, fabrikada, müəssisədə. Bitirmisənmi deyil işini, tamamladın mı? Yox. Hər biri çıxışında nə deyir? Biz bu işi görəcəyik. İnşallah. Məşəllah olsun sizlərə. Əziz deputatlar, bax, görülməyən işlərdən danışın və özünüz gündəliyə gətirdiyiniz məsələlərin həlli tapılmamasının nəyini etməlisiniz? Hesabına. Bəli. Hesabına etməlisiniz. Misal məsələ bərabərdir. Hesablama palatası və silami. Belə olsa özbaşınalıq da olmaz. Deputat nədən ötürüdür? Görürsünüzmü? İnsanlar haykırırlar, çağırış edirlər. Müxtəlif çıxışlarla, yəni ki, fəryad qoparırlar. İmdad diləyənlər var. Siz də onlara baxıb bu məsələni gündəmə gətirirsiniz. Milli Məclisin gündəliyinə qoyursunuz. Və diqqətsiz olursunuz. Diqqətli olmalısınız ki, bir ay kifayətdir. Bu məsələ həllini tapmırsa, yenidən gündəliyə gətirirsiniz. Nəyi? Həmən məsələnin həllini. Nədən? Bu məsələ həllini tapmadı. Nədən insanlar yenə də ağlayır? Və bu işləri görməyənləri ifşa edirsiniz. Adlarını, soyadlarını, işlərini və görmədikləri işləri. Bəli. Bax, belə də olmalıdır. Bu belə olmalıdır. Hər bir deputat öz işini bilməlidir. Deputatlar insanlarla bərabər olmalıdır. Hər biri öz ərazisində, yəni ki, arada bir ərazilərə baxış keçirməlidir. İnsanlarla ünsiyyətli olmalıdır. Çatışmayan bir şeyləri öyrənməlidir. Hər ərazidə deputatlar, icra başçıları çalışırsa,
İnanın ki hiçbir ərazi dağlayan olmaz. Ne deyəsən, ne danışasan? Köhnə amam, köhnə taz. Dünyada baş verenler. Dünyada baş verenlerden ne danışım? Yine de köhnə almam, köhnə taz. Paşinyan tikanlıkta şərqi deyənlərlə mübarizə aparır. Netanyahu öz deviziyle irəli gedir. Devizi nədir? Mən özümü qoruyuram. Maduro haykırır. Baxın da dünyada neler baş vermiş. İran, Türkiye, Rusya, Gürcistan, Ermənistan, Belarusya, bütün yani ki qonşu ülkeler, her biri deyərdim ki acınacaqlı vəziyyətdədir. Avropa Birliği, NATO Birliği, her bir devlətin daxilində olan millət, xalq ağlayır. Nədən? Dövlət başçılarının mübarizəsinə görə. Bugün hər bir dövlət başçısı mübarizə aparır. Tüm dünya məmləkətlərinin daxilində çaxnaşmalar dayanmayacaq. Nədən? Əlbəttə ki, gedən müharibələrə görə mən yenə də təkrar edirəm. Ən böyük dünya məmləkətlərinə zərbə gətirən müharibə Rusiya-Amerika savaşıdır. Görürsünüzmü? Mən Ukrayna demirəm. Rusiya-Amerika savaşı. Nə vaxt sovuşarsa, sakitlik olarsa, o vaxt tüm dünyada sabitlik olacaq. Bəli, tüm qonşu məmləkətlər bu müharibələrin sonluğunu gözləyir. Bəli, hər kəs bu müharibənin bitməsini gözləyir. Ukrayna prezidenti elə hey müharibəni uzatmaq üçün mesajlar səsləndirir. Putinin ünvanına. Bəli, Putin Avropa ölkələrinə hücuma keçəcək. Kəşfiyyat məlumatları var. Sağdan gələcək, soldan gələcək. Xeyr, bu belə deyir mənim əzizlərim. Mən ötən dəfə də qeyd etdim ki, bu Putinin zəbt etdiyi məkanlar yeri gələndə Putinə gərək deyil. Buna əsl siyasətçilər bilər ki, mən nə demək istəyirəm. Baxın, mən ötən dəfə ayda videomda bunu səsləndirmişdim. Amma bunun izahı Amerikadan gəldi. Qrinlandiya məsələsi. Mənim sanki Putinə aid etdiyim bir məsələnin üstünü
Amerika Grenlandiya məsələsiyle qeyd etdi. Yəni, əsl siyasətçi anlayışı. Aydındırmı mən nə demək istəyirəm? O, axırıncı mesajı diqqətlə dinləsəniz, bilərsiniz ki, burada söhbət Rusiyanın bütövlüyündən gedir. Başqa içini yoxdur. Qaldı ki, SSR məsələsi. Bu belə deyil mənim əslərim. Dost ölkələr, qonşu ölkələr və bir də qeyd etdiyim kimi Ukrayna və Grenlandiya məsələsi. Bəs-Selami. Nə deyim, nə danışım, mənim əslərim. Bax, belədir. Bax, belədir, mənim əslərim. Mən heç nə danışmayacağım. Bugün heç nə danışmayacağım mənim əslərim. Sadəcə Allah eşqinə bir balaca danışdım. Yeni il gəlir mənim əslərim. Deyərdim ki, mənim ilimdir. Vəhşi, ateşli, at ili. Təsəvvür edin, vəhşi at, üstə gələk, şir, bərabərdir canavar. Amma dostum, qorxma. Mənim ilimdir. Vəhşi at ili, üstə gələk, vəhşi şir, bərabərdə yırtıcı canavar. Qorxma dostum. Mənim ilimdir. Mən sizin, mənim əslərim, hər birinizə yeni il münasibəti ilə təbrik edirəm. Qarşıda gələn yeni iliniz mübarək olsun. Həmişə şad, xürrəm, firavan yaşayasınız. İl uzunu əldə etmək istədiyiniz hər nələr varsa sizin olsun. Əsas sizə nə arzulayıram mənim əslərim? Gümrahlıq, can sağlığı mənim əslərim. Həmişə şad, xürrəm yaşayasınız. Və tüm məmləkətimə və tüm dünyaya nə arzu edirəm? Sülh, əmin-amanlıq, firavanlıq, ruzi bərəkət, sevinç və qəlb rahatlığı mənim əslərim. Yenə də sizin yeni ilinizi təbrik edirəm. Yeni iliniz mübarək mənim əslərim.